Salam CTF Azərbaycan kanalının dəyərli izləyiciləri, sizləri uzun bir fasilədən sonra salamlayıram və başa düşürəm ki, yəni kanalda videolar çox uzun bir zamanda yerləşdirilmirdi, ancaq bunun üzürlü bir səbəbi var. Çünki şəxsi həyatımda bəzi problemlər var, hansı ki onları demək istəmirəm və yaxın zamanda inşallah bunlar həll olacaq və yenə əvvəllər olduğu kimi yenə də videolar vaxtında yerləşdiriləcək. Hazır ssenarilər və üzərində işlədiyim bir çox materiallar var. Ancaq yəni dediyim kimi şəxsi həyatımda olan problemlərdən dolayı tam vaxt ayıra bilmirəm. Ancaq bu günlərim növbəti bir CTF həlli ilə qarşınızda. Qısa bir CTF-dir. Kyoptrix adında bir virtual maşın var Volnhub saytında. Gəlin Volnhub saytını açım və sizə göstərim. Çox asan bir virtual maşındır. Volnhub qısa bir CTF olacaq, asan CTF-dir. Özünüz də hətta bunu edə bilərsiniz. Və buraya yazıram Kyoptrix. Bu birinci maşın, Kyoptrix'in birinci maşını, yəni ən bəsit səviyyədə. Bunları da zaman təbii ki hazırlayıb kanalda yerləşdirəcəyik. Amma hələlik bu günlərim Kyoptrix birinci səviyyə. Bunu bu günlərim qırmağa çalışacaq. O zaman vaxt itirmədən başlayaq. Əvvəla həmişə olduğu kimi özümüzün IP-sini öyrənirik. IPA və bizim IP-miz 192.168.10.7 və biz bu şəbəkədəyik. Və həmişə olduğu kimi NetDiscover. Gəlin bunu mən root rejiminə keçirim. Deməli NetDiscover açım. NetDiscover. Bir xatırladım ki, yəni -i olanda interface istifadə olunur. Ola bilsin sizdə başqa interface ola bilər. Interfeysin adı fərqli ola bilər. Baxın burada yazılıb ATH0. ATH0 mən bu interfeysə bağlandığımdan dolayı və virtual maşında həmin interfeys, həmin şəbəkədə olduğundan dolayı mən həmin interfeysi istifadə edirəm. IP aralığı yazmağa ehtiyac yoxdur. Avtomat rejimdə bütün IP-ləri yoxlayacaq və enter. Və NetDiscover işə düşməyə başladı. Baxın, görün, yəni avtomat rejimdə bir-bir yoxlayır və budur, tapdı. Və artıq mən saxlaya bilərəm, çünki həmin şəbəkədə başqa bir virtual maşın və ya başqa bir device yoxdur. Saxladıq. İstəsəniz bunu bir ping də atıb baxa bilərik. Yəni mütləq yoxlamaq lazımdır. Bəli, maşın aktivdir və hətta yaxındadır, sürəti də çoxdur. Yəni bu onu göstərir ki, onunla bizim aramızda ara vasitəci routerlar və yaxud da switch falan bir şey yoxdur. Gəlin buranı bir təmizləyim, clear və nmap-ə keçək. IP düzdür, -T5 timingi ən qısa müddətə qoymuşam. Bütün versiyaları, bütün portların versiyalarını göstərsin. TCP ancaq TCP portları yoxlasın və -A bütün parametrləri qeyd etsin. Vəssalam, enter. İndi hal-hazırda yoxlayacaq. O yoxlayana kimi gəlin biz MSF konsoldan istifadə edəcəyik. Öncə root rejimini keçirim və MSF konsol. MSF konsol bir frameworkdur. Halbuki çox güclü bir frameworkdur. Onu həm pentest mütəxəssisləri, pentesterlər, həm etik hakerlər, hətta hakerlərin özü də istifadə edir. Baxın, yəni bunun tərkibində bugünkü günə, yəni indiki bu tarixə 2487 exploit var, yəni boşluqlar var. 1466 payload, yəni faydalı yüklər var. Çox ətraflı, çox geniş əhatəli bir frameworkdur. Gəlin buranı bir təmizləyim. Boş səhifədən başlayaq. İndi baxaq görə nmap işini bitirib. Baxın, indi bir başdan başlayaq. Açıq portlar. SSH portu, Open SSH və versiyası. Sonra 80-cı TCP port açıqdır, HTTP protokolda. Apache işləyir, Red Hat Linux və s. və ilaxır. 111-ci port açıqdır. 139-cu port açıqdır. NetBIOS SSN Samba servis və 443 açıqdır. Sonra
32768-ci port açıqdır. Ancaq bizi burada maraqlandıran baxın budur. Bu portdur. Ancaq buna başlamadan öncə bir səhifəni, bir HTTP protokolu açmağa dəyər. O zaman gəlirik bura. HTTP 2.192.168.10 və 5. Enter. Bu HTTP protokolda həmin səhifənin açılmasıdır. Bunu istəsəniz HTTPS-də də açmaq olar. HTTPS qabağına S əlavə edərik. Enter. HTTPS portu nəcəbsə işləmədi məndə. Ancaq bizə lazım olan bax buradır. Bax bu. 139-cu port. Əvvəla gəlin bir internetdə baxaq. Google axtarışı açaq. google.com və biz orada yazaq. What is Samba service and port 139. Yəni Samba service və 139-cu port nədir? Baxın, SMB ports are generally port number 139 and 445. SMB, yəni Samba servisin ümumi əsas portları 139, 139 və 445-dir. Deməli, bu nədə istifadə olunur? Bu əsasən kompüterlər arasında, Windows, Linux arasında və s. Fayl mübadiləsi, printerlərə qoşulmaq, yəni bir şəbəkə qurmaq üçün istifadə olunur. Ancaq biz burada onu istismar edəcəyik. Ancaq necə istismar edəcəyik? Baxın, bir şey burada diqqəti cəlb edir. Həmin bu portun, həmin bu 139-cu portda açıq olan həmin bu servisin versiyası yoxdur. Yuxarıda halbuki bunun versiyası var, 80-cı portun versiyası var, SSH-ın versiyası var və s. Ancaq bunun yoxdur. Onun üçün biz nə edəcəyik? Onun üçün biz MSF konsoldan istifadə edəcəyik. Buraya yazırıq. Search, yəni axtarsın bizə, exploit axtarsın. Nəyi axtarsın? Deməli, SMB altdan tire version. Yəni Samba versiyasını təyin etmək üçün bizə exploit və enter. Və budur, görürsünüz burada scanner axtarış vasitəsidir və bura biz yazırıq use, istifadə et 0, yəni 0-cı sırada olan exploit istifadə et və enter. İndi biz bunun parametrlərinə baxmalıyıq. Show options. Deməli, bizdə təyin olması 2 dənə mühüm parametr var. Bizdə remote host, yəni uzaqda olan udalenный kompüterin, yəni uzaqda olan kompüterin IP-si yoxdur və onun portu yoxdur. O zaman set R hosts. Həmin Kyoptrix'in IP-sini yazırıq bura. 192.168.10.5 enter. Yoxlayaq. Yəni hər addımı yoxlaya gedirik. Öncəki dərslərdə dediyim kimi və indi də portu yazacağıq. Set. Bunu niyə görə edirik? İndi deyəcəm niyə görə. Görəcəyik. Set R port 139 enter. Və bir daha yoxlayırıq. Bəli, hədəf kompüterin, hədəf cihazın IP-si yerində, hədəfin həmin portu hansı ki biz yoxlamaq istəyirik yerində və biz burada yazırıq run. Yəni yoxla. Budur, yoxlama bitdi və bizə Samba'nın versiyasını verdi. Əsas bizdə nə idi? Baxın burada Samba'nın versiyası yoxdur. Biz bilmirik burada hansı versiyada servis istifadə olunur, işləyir. Ancaq biz indi bildik ki 139-cu portda 2.2.1a versiyası olan Samba servis işləyir. Bunu buradan kopya edirik. Copy selection. Gəlirik yenə Google-a. Bura qoyuruq və exploit
exploit yazırıq. Və budur, görürsünüz burada açıldı. Rapid7, exploit DB və s. Gəlin 2 dənəsini açım. Hamısını açıb buradan ehtiyac yoxdur. Sadəcə bizə bu lazımdır. Trans to open overflow. Burada instruction falan da var. Mən bunları istifadə etməyəcəm. Və burada kodun özünün mətni də var. Baxın. Kodun özünün mətni də var. Deyəsən C-də yazılıb. Ya C ya da C++-da yazılıb. Bəli, bizə lazım olan əsas budur. Trans to open overflow. Və gəlirik yenə MSF konsola. Deməli biz versiyanı bildik. Trans to open bizdə exploit var və biz buradan çıxıb təzədən girməliyik. Exit. Buranı təmizləyək və bir daha açaq. Çünki MSF konsoldan bir daha istifadə edəcəyik. Versiyanı təyin etmək üçün bir dəfə istifadə etdik, çıxdıq, təzədən giririk. Başqa səhifədə də açmaq olar, amma yəni mən açmıram, çıxdım, təzədən girirəm. Və eyni şəkildə yəni axtarır. Search. Samba trans to open. Enter. Və budur, bizə nəticəni verdi. Yəni bir çox nəticə var. 5 ədəd, 6 ədəd bizdə nəticə var və başdan bir baxaq. Exploitlar, yəni bu boşluqları bizdə təyin edib. Hansı ki, Trans to Open Samba versiyalarında boşluqlar var. Bunlar nədir? Hop. Açıldı. Elə bildim getdi. 0-da exploit FreeBSD-də bu bizlik deyil. İkincidə, yəni sıra nömrəsi ilə birinci olaraq 0-cı exploit, birinci exploit və bizimki budur. İkinci exploit OS X, üçüncü exploit Solaris, dördüncü, beşinci də Solaris üçündür. Sadəcə versiyalar fərqlidir. Bizə lazım olan birinci, yəni birinci exploitdir. Sıfırıncı yox, birinci exploit. O zaman use one. Yəni birinci exploit'i, bir exploit'ini istifadə et. İndi baxın, bura diqqət etmək lazımdır. No payload configured defaulting to Linux x86 Meterpreter reverse TCP. Yəni payload faydalı yük yoxdur, amma default olaraq po umolчанию ruslar demişkən bu payloadı yüklədi, amma bu payload bizə bu faydalı yük bizə sərf etmir. Gəlin buranı bir təmizləyim. Clear. Show options. Deməli bizə bu lazım deyil. Bizə bu lazım deyil. Yəni bu faydalı yük bizə lazım deyil. O zaman biz yeni bir faydalı yük verməliyik. Bizə reverse TCP yox, bizə shell lazımdır. Set. Set payload. Deməli bizim əməliyyat sistemimiz hədəfin ki Linuxdur. Linux. Deməli versiyası x86 və shell almalıyıq. Reverse TCP. Enter. Və budur, biz yeni payloadı konfigurasiya etdik. Gəlin bir təmizləyim, bir də clear və show options. Bir də baxaq parametrlərə. Bəli, bizim deməli verdiyimiz faydalı yük yerindədir, ancaq bizim hədəfimizin IP-si yoxdur. O zaman gəlin hədəfin IP-sini də verək. Set R hosts 192 168 10 və 5. Enter. Bir də parametrləri, konfigurasiyanı yoxlayaq. Bəli, hədəfin IP-si, hədəfin portu, bizim portumuz, bizim hədəfimiz, bizim IP-miz, bizim portumuz payload yerində və salam.
run getdik və exploit işinə başladı. Hədəfə hücum gedir. Hal-hazırda 139-cu portun istismarı gedir. Biz həmin hədəfə sızmağa çalışırıq. Və budur. Shellimiz açıldı. Və salam, shellimiz açıldı. Bir ID-yə baxaq. ID. Yəni maşına sızan kimi root hüquqlarına girdik. PWD harada yerləşirik biz? Ana papkada. Yəni Carnivore kataloq deyirlər. Əsas kataloqda. Geriyə qaydaq. ls, l və budur. Bütün papkalar bizim əlimizin içindədir və bizim deməli nə olduğumuzu, hansı hüquqların olduğumuzu bilmək üçün who am I? Who am I? Və root. Və budur. Növbəti bir sızma testini də uğurla yekunlaşdırdıq. Yəni bir yoxlamaq üçün root papkasına girmək olar. cd root ls l. Budur. Burada bir anaconda ks var və salam. Yəni root papkasına rahatca girə bildik. Geriyə qayıdım. Və salam dostlar, bu qədər. Bugünlük də bu qədər. Növbəti bir sızma əməliyyatını CTF-i həll etdik. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Yeni şeylər öyrənə bildiniz. Və sonda yenə bir daha vurğulayım. Yəni videolar ola bilsin biraz geciksin və ya ola bilsin qaydasına düşsün. İnşallah çalışacağım qaydasına düşsün. Yəni məndən asılı olmayan bəzi səbəblərdən dolayıdır. Ancaq inşallah yaxşı olar. Necə deyirlər, özünüzə müğayət olun və sonda bir şeyi mütləq unutmayın. Heç bir sistem mükəmməl deyil. Hər bir sistemin boşluğu vardır. Gələn videolarda görüşənədək.